Axşamınız xeyir olsun. Əziz tədbir iştirakçıları, dəyərli ziyalılarımız, qonaqlarımız, gənclərimiz, hamınız xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Bugün hər birimiz sevinç içərisindəyik. Səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Bizim Qərbi Azərbaycanımızın Ağbaba mahallının ən səfalı güşəsində, dağlar qoynunda yerləşən Ellər oğlu, Ellər kənd cəmaatının öz tərbiyəsi, mədəniyyəti, qonaqpərvərliyi, ən nəhayətsə könül sevgisi ilə bu birliyi təşkil edib, bu möhtəşəm sarayda iştirak etdiyinə görə gürültülü alqış istəyirəm.